Deməli dostlar, Yevrovision təzə qurarıb dünənləri bildik ki, Avstriya qalib olub da. Deməli, mən bayaqları bir video çəkmişdim, 10 dəqiqəlik Yevrovision haqqında belə danışmışdım o barədə. Yəni, o haqda ətraflı qəşəng öz təəssüratlarımı bölüşmüşdüm. Yəni, əslində necə olur, yəni səhnə arxası, səhnə üçün, məsələn, səhnə dekorasiya falan necə hazırlanır eləyir. Bunların hamısının haqqında mən danışmışdım, paylaşmışdım. Bunu qoyaq bir qırağa. Deməli, mən indi bu videoda nədən danışmaq istəyirəm? Deməli, mənim yazıma gəlir ki, biz istəyirəm, biz bu videomda bir balaca nostalji eləyim də. Yəni, köhnə Yevrovision xatirələrimi bölüşüm. Yəni, əvvəllər necə idi, biz əvvəllər baxanda necə olurdu, belə bu türə şeylər paylaşım sizinlə. Deməli, mənim yadıma gəlir ki, biz ilk qatıldığımız il 2008-ci il idi. Ömürlə Samir qatılmışdı. Hətta o mahnının haqqında belə bir hekayə də var. Hətta hekayə deməyək, mən o mahnını YouTube'da eşitmişəm. Hətta onun o versiyasını Nadir Səs Azərbaycanda da oxuyub. O mahnı əvvəlcə Budapest adı ilə Samir Cavadzadə üçün yazılıb. Ancaq heç cürə o mahnını onu oxuma elə bir ki, şansı gətirməyib də, oxuya bilməyib o mahnını, alınmayıb onda o mahnını oxumaq. Lakin elə olub ki, sonradan Yevrovisiona elə bir ki, Elnur deyəsən səhv eləmirəmsə, çünki çox illər əvvəl olub, mən o məktəbə gedirdim, heç yadımda deyil də. Singleton qazanda bir yarışma var idi, səhv eləmirəmsə, kanalında bağlanıb demirəm. Singleton qazanda yarışmadan çıxan kimi göndərdilər, Elnur'u Yevrovisiona seçdilər, qalib gələn kimi. İndi Nadir Səs Azərbaycanda qalib gələn kimi göndərmədilər, elə Elnur'u da elə göndərdilər. O yadımdadır ki, bax o ili səhv eləmirəmsə, o mahnı Samir üçün yazılmışdı. Sonradan İngilis dilində sözlər yazılıb, onu göndərdilər. Mesela bunu belə bir də mənim yadıma gəlir ki, bizim o vaxt illər əvvəl hələ belə telefonlar yox idi, yəni bu cürə texnika yox idi. Yəni gedib Spotify-da məsələn özümüz üçün Yevrovision mahnılarını məsələn yığa bilmirdik, belə deyək, indiki kimi hazırlaya bilmirdik. Məsələn o vaxt biz neyinirdik, mənim yadıma gəlir. Bizim o vaxtda telefonlar düyməli telefonlar idi. Yəni indiki kimi texnologiyanı dəstəkləyən, məsələn indiki kimi video çəkib, məsələn sosial mediada belə hətta təəssüratlarını paylaşa biləcəyim bir texnika yox idi. O vaxtdan da düyülməli telefonlar idi. Sən qulaq asdığın mahnıları ancaq playlist şəklində hazırlayırdın. Kimdə o mahnı var isə, kim o mahnı çıxan kimi, təqdim olunan kimi, yəni ən aktiv uşaq hansıdırsa, o əldə edirsə, gətirib o mahnını sənə göstərirdi. Mən hətta yadımdadır ki, o siniflərdə də olurdu. Ən aktiv şagirdlər, məsələn, hansı ki, Yevrovision fanatları arasında ən aktiv şagirdlər kimlər edirsə, məsələn, onlar gelirdilər. O mahnıları əldə edirdilər. Mənim yadımdadır ki, Elnur'la Samir gedən idi. Axı onların obrazında biri şeytan idi, biri mələk idi, birinin qanadı var idi, birinin də şeytanvari buynuzları var idi. Onların belə kölgəvari bukletləri var idi. Şəkillər, plan, yəni belə reklam şartlar falan hər yerdə asılı idi. Çünki ilk ilimiz idi və çox maraqlı idi. Hətta İctimaiyyətdə bir mahnının tarixçəsi verilişində də o mahnımız haqqında var da, o şəkilləri gətirirdilər, göstərirdilər. Hətta onlar da sinifdə özümüzə elə təsəvvür edirdik ki, güya bizdə də qanat var, nə bilim, güya bizdə də buynuz var. Yəni öz təəssüratlarımız təzə idi, çox maraqlı idi. Sonra yadımdadır ki, mənim bir də bir şey yadıma gəlir, o vaxtda belə bir mahnı var idi. Ən favorit mahnılarımdan biridir. Heç yanında yazmamışam, yəni Yevrovision blog səhifəsi işlətmədiyimə görə paylaşmamışam. Danimarka səhv eləmirəmsə, belə Danimarka deyilir, amma yazılışda Denmark yazılırdı. In a Moment Like adında belə bir mahnı idi. Sarışın belə oğlanla, sarı saç oğlanla bir qız oxuyurdular. Qırmızı saç bir qız oxuyurdu bu belə. Bunu belə deyim. Ondan sonra yadıma gəlir ki, məsələn, Johanna var idi. İslandiyanı təmsil edən İzituru ən qəşəng mahnı oldu. Hələ yadıma gəlir ki, bir dəfə Star Marker'dan mahnı oxuyanda mən özüm də o mahnını oxuyub qoymuşdum. Bu arada Star Marker var, mahnı oxuma yeri. Orada əvvəllər mahnı oxuyub qoydum, sonra ara verdim. Mən istəyirəm yenidən başlayam, amma istəyirəm, hələ tam qərar verməmişəm. Bir də mənim səhv eləmirəmsə yadıma gəlir ki, haradasa
Dima Bilan'ın da mesela mahnısı xoşuma gəlir, Beləvi mahnısı. Hətta mən onu bir dəfə əvvəllər mənim elə bir ki, TikTokda belə bir konseptim var idi ki, mahnılara montaj eləyirdim falan filan. Belə eləmişdim. Mustafa Sandal'ın Adı İntikam adında mahnı ilə Dima Bilan'ın o Beləvi səhnəsində diz çöküb əlini yuxarı qaldırdığı belə bir yeri var ki, məsələn, diz çökür, bir əlində mikrofon, əlini yuxarı qaldırır, belə nəysə bir səhnələşdirilmiş obraz göstərir. Belə bir mahnısının ortasında. Hətta mən onu belə mizah olsun deyə, yəni maraqlı olsun deyə, yəni o qabiliyyətimi də göstərmək üçün o mahnının üstünə Mustafa Sandal'ın Adı İntikamda mahnısının o yerini montaj edib qoymuşdum. O vaxt köhnə TikTok səhifəmdə keçən il içində 6 ay əvvəldə. Hardasa 2000 baxış yığılmışdı, sonra səhifəyə nə eləmişdilərsə təzədən yenilənmə düşmüşdü aşağı. Yəni başına da salmışdılar onda. Sonra bir ölkə var idi, Bosniya və Hersegovina, yadıma gəlir. Adları ən uzun ölkə idi, səhv eləmirəmsə çoxdandır da qatılmırlar. Sonra ən xoşuma gələn mahnılar birdən Səfəranın mahnısıydı, amma ən çox girəndə Sergeyin mahnısı da var, Rusiyanın mahnısı. Amma yadıma gəlir ki, bir şey var, Hera Bujok var idi, Kilolu xanım idi, səhv eləmirəmsə, keçən il ya da Tural gedən vaxtda deyəsən o qadın yenidən qatıldı. Amma bu dəfə başqa döyəclə dəyişilmişdi də, belə yaşlaşmışdı, yaşalmışdı. Amma o qadının ilk əvvəl oxuduğu qırmızı paltarda belə oxuyuraq. Biraz kilolu xanım idi, amma kilolu olmaqda yaraşırdı ona. Çünki o qırmızı paltarda yanında qızlarla rəqs edir, çox qəşəng idi, o mahnı xoşuma gəlirdi. Yadıma gəlir ki, hətta ictimai 2005-ci ildə açılıb o kanal. Hardasa 2006-2007-də səhv eləmirəmsə, biz yayın birliyinə, Avropa yayın birliyinə üzv olandan sonra elə bir qərar verdilər ki, biz də qatılaq. 2008-dən ilk mahnını biz Elnur Gelin kimi göndərdik. Onu mən belə deyim ki, Elnur Gelin orada oxuduğu mahnı ilk əvvəl Samir Cavadzadə üçün yazılıb. Bu da son adı ilə onun Nadir Səs Azərbaycanın finalında ilk çıxışı idi. Yəni birinci onu oxumuşdu. Samir üçün yazılan mahnı olub, amma heç cürə alınmayıb da onu oxumaq. Yəni ki, nə inəyiblərsə qalıb, nə olubsa qalıb. O mahnı elə bir qismət olub Avroviziya mahnımız kimi gedib. Bunu mən YouTube'da mahnının tarixçəsi verilişi var idi. Ora baxanda orada eşitmişdim. Orada bizim ilk gediş debut mahnımız olduğuna görə ona özel bir bölüm hazırlamışdılar. Hətta o verilişində də ilk bölümü bizim mahnıya aid idi. Mənim yadıma gəlir ki, o vaxt bukletlər, blanklar hazırlanırdı. Məsələn, siniflərdə, məktəbdə məsələn, ən həvəskar aktiv uşaqlar kimlər idisə, sinif qomlardan, zatdan, bizdə də məsələn, sinif qomumuz var idi. Qız o gedib elə şeylərə yaxşı idi. Qorbaqlar tapırdı, Eurovision yazılı qol saatları var idi, şeflər var idi, hətta biz də elə hesab edirdik ki, məsələn, bizdə də qanatlar var idi, satırdılar da, hazırlayırdılar. İlk ilimiz olduğuna görə elə blanklar hazırlayırdılar. Amma indi sonuncu olmağımız ilə biraz pis təsir elədi, yəni heç də yaxşı, xoş təsir eləmədi. Amma qalib gələn ölkəni ilə mən 6 ay əvvəldən hətta səhər-səhərdə videoda təhlil eləyəndə təhlilində altında şəklini də qoymuşam olan. Mən o opera studiyasını deyəndə dedim ki, yəni o 6-7 ay əvvəldən deyəsən analiz videosundaydı, görmüşdüm. Elə o vaxtdan bilirdim ki, o oğlan qazanacaq. Belə.